Həyət evində yaşayanlar 600 manata qədər cərimələnə bilərlər. Bu cərimə nədir? Niyə sizə belə bir cərimə gələcək? Az sonra izah eləyəcəm. Öncə xahiş edirəm videonu bəyənin, paylaşın, səhifəmizə takib atın ki, məlumatlarımız hər kəsin qarşısına çıxsın. Bəzən görürük ki, həyət evində yaşayanlar darvazanın qarşısına o bir yerə nəsə zəncir falan vururlar. Başqası avtomobil saxlamasın burada. Mən saxlayım. Gül əkirlər, ağac əkirlər. Buna görə 300, ən pis halda isə 600 manat cərimə ödəyə bilərsiniz. Niyəsi odur ki, Dövlət Reyestr Xidmətinin verdiyi çıxarışda sizin mülkiyyətinizə verilən sənəddə il arasında qubça deyirik. Orada sizin evin, mülkiyyətin hər nədirsə sahəsi dəqiq göstərilir. Ondan kənardakı torpaq sahəsi dövlətə və yaxud bələdiyyəyə məxsusdur. Qanunda isə göstərilir ki, konkret İnzibati Xətalar Məcəlləsində də bu əksini tapıb, dövlət və bələdiyyə torpaqlarından qanunsuz istifadə inzibati məsuliyyət yaradır. Fiziki şəxslər 300 manatdan 600 manata qədər, hüquqi şəxslər, yəni vəzifəli şəxslər 600 manatdan 1000 manata qədər cərimə ödəyə bilərlər. Diqqətli olun, bax bu vacib bir məqamdır. Bəzən görərsiniz ki, sizə cərimə gəlib. Bəyənin, paylaşın, hamının xəbəri olsun.